Xoş gördük əziz dinləyicilər. Bu günlərdə Elçin Əlibəylinin aktual gündəm proqramında Azərbaycanda ət problemi və minimum əmək haqqı, orta əmək haqqının miqdarı və artan istehlak zəmbili haqqında deməli müzakirə gedir. Deməli bunun qonaqları da bir Fuad bəy var, bir də Aydın bəy var. Bunlar biri deputatdır, biri güya çox güclü iqtisadçıdır filan bəsməkan, onunla işim yoxdur. Amma Elçin Əlibəyli bir sual verir ki, ətin qiyməti 10 il ərzində deməli 20 manatdan çoxa çatıb artıq, orta əmək haqqı 2,3%, 2,3 dəfə artıb orta əmək haqqı, amma ətin qiyməti isə 2,7 dəfə artıb və bu suala cavab ver, inanın mənə. Nala mıxa vururlar, gah sağa çevirirlər, bunu deməməyə çağırırlar. Ay belə oldu, ay elə oldu və bununla da həqiqətən ölkədə olan nə qədər sosial, iqtisadi durumun nə qədər ağır vəziyyətdə olduğunun göstəricisidir bu. Yəni ətin qiyməti 10 il ərzində, 15 il ərzində 5 manatdan 20 manatı belə ötüb, amma orta əmək haqqı isə 30 ildə gətirib onu 400 manata çatdırıblar və özünə deputat deyən, iqtisadçı deyən bu insanlar da ki, mənim zərrə qədər bu insanlara hörmətim yoxdur, xalqın sözünü, xalqın dərdini heç olmasa bu verilişdə dolayısı yolla belə deməyə cürətləri və cəsarətləri çatmadı. Əslində qalsa bu insanlar dövləti çökdürürlər, bu insanlar milləti çökdürürlər və onlar buna suala cavab versə də, verməsə də bu verilişin, yəni Elçin Əlibəylinin bir sual verməsi ilə onun ətrafında bəlkə 20 dəqiqə müzakirə getdi, amma heç kəs Elçin Əlibəylinin sualına cavab verə bilmədi. Çünki heç kəs özünü pis etmək istəmir, hamı qorxur, hamı çəkinir. Birdən bu sözü deyərəm kimizə xoşuna gəlməz. Amma bu reallığı dəyişmir. Yəni deyir, toplananların yerin dəyişdiyi də cəm dəyişmir. Azərbaycan xalqının iqtisadi, sosial vəziyyəti o qədər ağırlaşıb ki, siz istəyirsiniz onu deyin, istəyirsiniz deməyin. İstəyirsiniz bu yaxşı müqayisə deyil deyəsiniz, bu yaxşı analogiya deyil, belə müqayisə etməzlər deyə fikri yayındırmağa çalışsaz da, nəyin bahsına olursa olsun, yəni burada sadəcə olaraq bir vicdan lazımdır ki, vicdanınla suala cavab verəsən, hansı analogiya axtarmayasan, hansı ölkədən sitat gətirməyəsən, nəyinsə üstünü örtməyəsən, sadəcə olaraq vicdan. Bir balaca vicdan lazımdır ki, bu analogiyaya və yaxud da bu suala cavab tapasan və həqiqəti deyəsən. Sizin bu həqiqəti deməməyiniz Azərbaycan xalqının vəziyyətini onsuz da düzəltmir və Azərbaycan xalqının vəziyyəti getdikcə ağırlaşır və bu dəhşətli bir xaosa doğru gedir və bu xaos inanın mənə sizin belinizi qıracaq. Yəni bu belə insanların belini qıracaq, belə nala muxa vuran insanların belini qıracaq. Bu heç də dövlətə yardım və dövlətə yaxşılıq etmək deyil. Əksinə, dövlətin belini qırmaqdır. Yəni xalqın dərdini demək lazımdır. Sən bunu gizlətdikcə xalqın sosial-iqtisadi vəziyyəti düzəlmir və daha da ağırlaşır və bu minvalla gedərsə, həqiqətən də ölkədəki vəziyyət elə təkcə ət böhranı yox, artıq bütünlüklə ərzaq böhranı, yemək böhranı ilə Azərbaycan xalqı üz-üzə qalacaq. Təşəkkür edirəm.